Hər vaxtınız xeyir olsun, əziz izləyicilər və dəyərli müştərilərimiz. Danışdığım sözə diqqətlə qulaq asın ki, işin gedişatından məlumatınız olsun. Mən burada izah edirəm, durub kommentariyada yazısınız ki, bu nə deməkdir, bu nə üçün qurulur və bunu burada mən danışıram da, bir qulaq asın ki, videoya biləsiniz nə deməkdir, nə iş görürük. Evimiz 3 mərtəbədən ibarətdir. Gördüyünüz kimi 2 ədəd komimiz var və 3-cü mərtəbə və 2-ci mərtəbəni yarıya qədər radiatorlarına istilik getmir. Bizim müştəri bunun üçün dəvət edib, evi söydürüb, dajı təzədən çəkdirmək qərarına gəlibdir. Çünki radiatorlara istilik getmir. Bu da ki, devriyyə problemi deməkdir. Bunun üçün biz gördüyünüz kimi dəncə qabı təyin elədik. Devriyyə nasosları görürsünüz, ev böyük olduğu üçün gedişə və dönüşə hər ikisinə devriyyə nasosları və biz işi ötəmizə götürdük ki, işi sizə yüksək səviyyədə tam ürəyini istəyən kimi radiatorların hər birini isti vəziyyətdə təhvil verəcəyik. Müştəri də bizimlə razılaşdı və biz isə indi gəldik bunun həllini etməyə. Mən bunun həllini edəcəyəm. Siz də növbəti videolarda baxarsınız. Çünki videonu qısa-qısa çəkirəm ki, uzun olmasın deyə. Dəncə qabını quracağıq bura və problemi həlli edəcəyik. Hələlik bu qədər. Videolarımıza baxıb izləsəz bilərsiniz söhbət nədən gedir. Hələlik bu qədər.